Salam hörmətli tamaşaçılar, 19 dəqiqə verilişi ilə sizin hüzurunuza gəlmişik. Dünyada insanların, xalqların, toplumların birləşdiyi ən mühüm əlaqə zənnimizcə etnik əlaqədir, etnik birlikdir. Digər münasibətlərdə, digər yaxınlığın da öz rolu var, mühüm vacib rolu var, amma etnik və mənşə birliyi hesab edirəm ki, fikrimcə çox mühüm faktorlar sırasındadır. Bugün biz İraq türkmənləri barədə danışacağıq. Təsadüfi deyil ki, bu sahədə uzun illər tədqiqat aparmış ədəbiyyatşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, əməkdar elm xadimi Qəzənfər Paşayev bizim qonağımızdır. Qəzənfər müəllim, xoş gəlmisiniz. Sağ olun. Sizi görməkdə. Hələ Sovet dövründən İndiki Azərbaycan Dillər Universitetini qurtaran kimi sizi tərcüməçi sifəti ilə İraqa göndəriblər və sizin bildiyim qədər ilk təmasınız da İraq türkmənləri ilə o zaman başlayıb. Bu tarixçə haqqında qısa bir bizə bilgi verərdiniz. Dillər İnstitutunu qurtardım o vaxt. Azərbaycan, İngilis və Azərbaycan Dili və Ədəbiyyatı fakültəsini qurtardım. Neçənci ildə? 1962-ci ildə. Qurtaran kimi də 2 ay müəllim işləmişdim. Məni göndərdilər. Əvvəlcədən 4-cü kursdan hazırlıq getmişdi. Dili az çox biləni, Rus dilini az çox biləni, belə adamları seçib bir 5-6 nəfər, 100 nəfərdən seçmişdilər. Onlardan biri mən idim. Mən İraqa gedəsi olanda getdim Akademik Şirəliyevin yanına. Akademik Şirəliyev dedi, ay oğlum, bu böyük bir şansdır. Orada Azərbaycanlılar yaşayır. İlk dəfə o dedi Şirəliyev. Bəli, sən yetkinlə orada gedəndə onların dialektini yığcının. Akademik Şirəliyev tez bir zamanda mənə mövzu təsdiq etdi. İraq Türkmen dialekti, ləhcəsi və mənə bütün o lazımı materialları, necə dialekt materialları toplayırlar, o materialları verdi və öz kitabını verdi. Mən ərəb dilini orada, İraq dialektini öyrəndim, mükəmməl öyrəndim və orada mənim hətta 1973-cü ildə 98 səhifəlik Rusça, ərəbcə danışıq kitabım çıxdı. Neçənci ildən neçənci ilə qədər İraqda oldunuz? Mən 1962-1966, 1972-1975-ci illər arası İraqda oldum. Bu 6 ildən çox eləyir, ancaq mən dayı 6 il yazdım. Bəs onlar bu İraq türkmənləri ilə yaxınlıq, onlarla münasibət, onlarla əlaqə necə olur? Nətər tanışdınız? Necə adamlardır onlar? Əvvələn onu deyim ki, mən eşitmişdim ki, Sinan Səid var Bakıda. Ərəb dili şöbəsinin müdiri işləyirdi burada, xaricə verilişlərə. O Sinan Səid İraqdandır, özü də Kərküklüdür deyirdilər. Sonra onun Nərmin Məmmədov ilə Kərkük manları çıxdılar. Nəhid Əczadə mənə demişdi bir dəfə ki, Sinan Səid Kərküklüdür, onlar bizim kimi danışırlar. Ancaq bunu akademik deyəndən sonra mən artıq getdim, gedən kimi onları tapdım. Necə tapdım? Demək, Sahətül Meydan deyilən bir yer var Bağdadda. Orada Kərkük yeməkxanası var idi. Siz Bağdadda olurdunuz? Bağdadda olurdum. Və Bağdadda onların bir dənə qardaşlıq nadisi var idi. Bu nadi nədir? Bizdə elə bilin ki, mədəniyyət evləri olmur. Mədəniyyət evidir. Burada ham ora gəlirdi. Alim də gəlirdi, publisist də gəlirdi, həkim də gəlirdi. Hamı gəlirdi ora. O İraq türkmənlərinin idi. Və mən orada gördüm ki, həqiqətən də bunların dili bizim dildən fərqlənmir. Mən aparırdım tədqiqat. Mən eyni vaxtda orada Ətə Tərzbaşı var idi bir yığıncaqda. Dedi, sən nə edirsən, nə işlə məşğulsan? Dedim, mən sizin dialekt ləhcənizi tədqiq edirəm. Dedi, ləhcəni tədqiq eləmək üçün gərək folkloru da biləsən. Folkloru bilməsən, ləhcənin mənbəyi folklordur.
Xalq dili oradadır. Və mən başladım folklorla məşğul olmağa, onların bayatlarından gördüm, ilahi, bu bir dünyadır. Yəni bizə uyğundur. Yəni Azərbaycan türklərinə, Azərbaycanlıların dilinə, ləhcəsinə uyğundur. Bəli. Və mən sonra tədqiqat aparanda gördüm ki, hətta Nəsimidə də, Şah İsmail Xədaidə də türkman işlədilib. Vaxtilə biz də türkman adlanmışıq. Qaraqoyunlar, Ağqoyunlar vaxtı biz türkman adlanmışıq. Və Şah İsmail Xətaidə belədir ki, tükənir ərəbin kühü məskəni, onda ki, Bağdadır ki, türkman qonar. Bax, türkman belə. Buradan belə mən düşdüm izinə, başladım yığmağa və mən bir şeyi unuttum. Mən hələ getməmiş 61-ci ildə, mən 62-də getdim. 61-ci ildə Rəsul Rızanın Uzaq Əllərin Yaxın Tövbələri məqaləsi çıxmışdı. İraq türkmənləri haqqında. 59-da Rəsul Rıza, Bəxtiyar Babzadə, Qasım Qasımzadə İraqa getmişdilər. İraqa gedəndə qaydandan sonra hərə bir məqalə yazdı. Rəsul Rıza isə Azərbaycan jurnalında 9-cu nömrədə 1961-ci ildə möhtəşəm bir məqaləsi çıxdı. Uzaq Əllərin Yaxın Tövbələri. Getdim Rəsul Rızanın bu məqaləsini oxuyandan sonra gördüm orada Azərbaycanlılar yaşayır. Füzulini yetişdirən mühit, Füzuli həyatı boyu bir dəfə İraqın sərhədlərindən kənara çıxmayıb. Bəs o boyda adam necə oldu ki, belə şah əsərlər yaratdı? Demək, ona mənəvi qıda verən, ona hansı bulaqdan da su içirən bir ilham verən mənbə var idi. O İraq türkmənləri idi. İraq türkmənləri tarixi olan, çox böyük tarix olan bir xalqdır. Kitab-ı Dədə Qorquddan danışırıq. Biz deyirik ki, Kitab-ı Dədə Qorqud Azərbaycanda yazılıb. Azərbaycanın bu irisidir. Kitab-ı Dədə Qorqudda neçə sözlər var ki, bugün İraq türkmənlərində olduğu kimi işlənir. Bax, kəpənək sözü var, yapıncı. Onlarda işlənir. Onlarcadır bu sözlər. Kitab-ı Dədə Qorqudda Dəli Domrul var. Bugünün özündə dəli dolu adama dəli dombur deyirlər İraqda. Bu iki. Üçüncü, o Quru çayın üzərində, o da dəli domrul. Quru çayın üzərində körpü salmışdı. Nə idi bu? Cəmaatla ədavəti nə idi? Gücünü göstərmək üçün. Mənim qabağıma çıxası bir adam var, gəlsin çıxsın. Demək, körpüsündən keçən adamla 33 yadalarmış. Axça. Körpüdən keçməyən adamla 40 axçalarmış. O da quru yerdir də, quru çaydır. Bu quru çay da Kərkükdədir. Onların sayı barədə müxtəlif rəqəmlər var. Bəziləri deyir ki, indi 3 milyona yaxındır. Mən rəsmi çox az göstərirlər, rəsmi rəqəm. Və onların yayılma arealı da müxtəlif göstərilir. Amma böyük hissə Mosul və Kərkükdədir mən bildiyim qədər. 1995-96-cı ildə demək İhsan Dorğamaçı haqqında Cəlal Ərtuğun bir yerdə böyüyüblər uşaqlıqdan. Onun kitabı çıxıb İhsan dünyada və Türkiyədə İhsan Dorğamaçı fenomeni. O kitabda onların sayını 3,5 milyon göstərir. Və əlbəttə ki, siz deyəndə Kərkük quberniyadır. Kərkükdə, məsələn, orada 64 Bayat köyü var. Bayat əşərəti oradadır. Biz burada nə saxtarırıq hardasa. Bayat kəndi var, bayatlar buradan deyil. Bayat əşərəti oradadır. Və bunlar faktlar var, mən fakt əsasında deyirəm. Və 64 də köy Bayat əşərətində. İndi bax, Kərkükün özüdür, Mosuldur, Duz xurmatıdır, Təzə xurmatıdır, Altın köprüdür. O qədər kəndlər var ki, bayaq bir kəndin adını çəkirdiniz ki, bizim kənddə də bir nəsil var onlardan da. 24 kənd onlardan bizdə eynidir. Bir hərf fərqi yox. Biz deyəndə, yəni Şimal Azərbaycan. Bəli, bax bu Quzey Azərbaycanda. Quzey Azərbaycanla İraq türkmanları deyir, soydaşlarımız da olar. Qəzənfər müəllim, bizim kəndimizdə deməli Qasxanın adlı bir tayfa var.
Qazıxan tarixi bir şəxsiyyət olub, onunla əlaqələndirirlər. Sonra Qasxanlı tayfasının Qarabağda da olduğunu eşitmişəm, bilirəm, bu da faktdır. Hətta toponim də var, orada bir Qasxanlı kəndi var Kəlbəcərdə. Yəni nə demək istəyirəm? Ayrıca İraqda da qeyd elədiyim kimi bir Qasxanlı kəndi var. Azərbaycanla bu əhalinin miqrasiyası hansı dərəcədə rol oynayır? Yəni oradan bura gəlsinlər, buradan ora getsinlər. Mən başa düşdüm sizi. Mən tədqiqat aparanda getdim coğrafyanın üstünə. Bəli. Akademik Budaqovun yanına. Dedim ki, bax Ordubadla Kərkün arası neçə kilometr olar? Bunu alimləriniz hesablasın, mənə desinlər. Ordubadla Kərkün arası düzünə təbii ki 283 kilometr oldu. Mən Tovuzdanam. Bakıdan Tovuza hələ mənim kəndimə 420 kilometrdir. Hələ indi o yanı hələ gedir Qazaxa tərəf. Fərqi görürsünüz. Yəni bu nisbidir. Bu o vaxt sərhəd olmayıb. Təbii. Köçüb gediblər, orada yaxşıdır. Heyvanları saxlamaq üçün orada yaxşıdır, orada gedib yaşayıblar. Nadir Şah öləndən sonra artıq bir dəfəlik Bağdad xan itirib başa qazandı. Əlaqələr kəsilməyə başladı. Və bunu biz Qarabağnamələrdə görürük. Bunu Kərkük bayatlarında görürük. Əslim Qarabağlıdır, sinəm Şərpaz dağlıdır. Kəsilib gəlib gedən yoxsa yollar bağlıdır. Bu Kərkük bayatısıdır. Kərkük bayatsıdır. Bağdad yolu Gəncədir, gülü pəncə-pəncədir. Demə sizdən ırağam, məhəbbət ölüncədir. Və ya demə sizdən ırağam, bu sevdə ölüncədir. Kərkük bayatsıdır. Hər aylar, hər ulduzlar, hər aylar, qul qardaşım Bağdaddan Gəncə deyib haraylar. Kərkük bayatsıdır. Yəni o qədər burada bayatılar var. Heç bir fərqi yoxdur. Necə dağlar? Siz bu bayatıları İraq düşmənlərindən, Şəşid düşmənlərindən yığmısınız. Yəni ağızlarından eşitmisiniz. Mən yığdım, Allah rəhmət eləsin Rəsulüzüyə. Mən gəldim 1966-cı ildə, gələndə Azərnəşirdə mənim dostum işləyirdi, Vilayət Rüstəmzadə. Biz bir oxuyurduq, sonra getdi Moskvaya, Gorkadın institutda. Vilayət dedi ki, Rəsulüzə 5 çaplisi Kərkük bayatları verib. Ata Tərzibaşının 2 cildlik o vaxt Kərkük Xorət və Mahnıları kitabı çıxmışdı. O kitabdan istifadə edərək 5 çaplisi hazırlanmışdı. Dedim, ay Vilayət, məndə 5000'dir. Allah'a and olsun. Götürdü Rəsulüzəyə zəng elədi. O boyda kişi ensiklopedinin sədri idi, əsasını qoydu ensiklopedinin. Dedi, Rəsul müəllim, Qəzənfər Paşayev var. Bu gəlib İraqdan, bu 5000'ə qədər bayatı gətirib. Bizdə bəzən deyəndə hardan adlanıb, çox möhkəm belə həssasına yanaşırlar ki, Nəsimi elə Şamaxıdan adan olub. Mənim şübhəm yoxdur, Şamaxıdan çox böyük şairlərimiz çıxıb. Mən inanıram. Ancaq Nəsiminin İraqdan olmağına da inanıram. İraqdan? Bəli. Nəsim kəndindən olmağına da inanıram. Nəsim kəndi hardadır? Olub İraqda. İraqın hansı tərəfində? Kərkük tərəfdə, Mosul tərəfdə? Kərkük tərəfdə. Kərkük tərəfdə. Sizin o bayaq dediyinizə mən qayıtmadım. Siz dediniz ki, bizim nəslimizdə bir yaxınlıq var. Qəzənfər müəllim, deyirlər ki, 16-cı əsrdə İraqdan gəlmişik. Əzim, şahsevənlər, bax Ayaz Vəfalı var dostum. Onların şahsevənlərdəndir. Nəslinin yarısı İrandadır, yarısı buradadır. İraqdan gəlmədi. İraqda 500 il əvvəl gediblər buradan. Azaplılar, Azaplı kəndi var. Mikail Azaplı, Azaplı kəndindəndir. Bu yaxınlarda mən bir fakt da oxudum ki, 250 Şamaxdan getmiş ailə, 200 ailə var İraq düşmənləri məskunlaşdığı ərazidə, 250-dən çox Şamaxlı ailəsi var. Sonra orada Şamaxı ilə bağlı, nə bilim, 17 küçə, dalan və s. adları var. Bax, bununla bağlı nə deyə bilərsiniz? İcazə verin, onu biraz dərinləşdirək. Bəlkə tərsinə də olacaq bir baxın. Demək, türklər gəlib Təbrizi tutanda 50 üçün qaçıb getdilər İraqa.
İraqda qaldılar, ancaq İraqda Təbrizdə qaldılar. Təbrizlilər Bəli, bildim. Məlik Şahın vaxtında. Bunu siz Bahadur xanın kitabından oxuya bilərsiniz. Lakin orada vəziyyət elə olur ki, yerli bəylərlə bunların bəyinin sözü tutmur. Qaçırlar, gəlirlər. 1000 ailə Şamaxıya gəlir. 1000 ailə. Bu neçənci ildir təxminən? Məlik Şahın vaxtında bu olur. Nəsim anadan olmamış hələ. Bəli. Nəsim 1300 bilirsiniz 69-dan anadan Bəli. olub. Ondan əvvəl olub və mən deyirəm ki, bəlkə də Nəsimin ata-anası gedib ora, İraqa. Oradan Şamaxıya gəliblər, Nəsimi Şamaxıdan anadan olub. Çünki 1000 ailə qayıtdı gəldi. Təbrizdən gedənlər qayıtdı gəldi bura. Bəli, gediş-gəliş həmişə olub. Və indi siz baxın ki, onların bayatıları var. Oxuyursan, bir dənə söz fərqi yox, deyil? Necə dağlar, qarşıda necə dağlar, yetim yanağı bilir göz yaşı necə dağlar. Bir daş atar, bir kirəc bir daş atar. Tərəzin əyləndə hər gələn bir daş atar. Tədqiqatçılar deyir ki, Kərkük dili daha çox Osmanlı türkçəsinə yaxındır. Mosul türkçəsi daha çox bizim Azərbaycancaya yaxındır. Siz dialektlər işləyən adam kimi nə deyə bilərsiniz bu haqda? Tamamilə doğru deyil. Birinci, İraq türkmenlərində, soydaşlarımızda ədəbi dil Osmanlı türkçəsindədir. Ancaq xalq dili, danışıq dili öz ləhcələridir. Və öz ləhcələri elə Mosulda da, Altın Köprüdə də, yuxarıdan gəlirəm. Kərkükdə də, Tuzxurmatda, Təzəxurmatda, Leylanda da, Yengicədə də hər yerdə eynidir. Daha çox bizim bu Şimali Azərbaycan bölgəsinin hansı bölgəyə yaxındır onların ləhcələri? Tədqiqatlar nə göstərir? Onların bir dənə ləhcəsi var Tilafərdə, adını çəkdi, o şimaldadır. O Anadoluya yaxındır. O Tilafərdə bizim kimi danışırlar. Hər söz bizim kimidir və hətta yeganə yerdir ki, Əsil və Kərəm sazla çalıb oxuyurlar. O Tilafərdədir. Qəzənfər müəllim, siz ayrıca İraq düşmənləri ilə bağlı Nizami Adnan Ədəbiyyat İnstitutunda bir muzey yaratmışsınız, özünüz də dediniz. Orada nə eksponatlar, nələr var həmin institutda? Təəssüf ki, indi o eksponatlar azalıb orada, kiçik bir yer veriblər. Ancaq Rafail Hüseynov, Akademi Rafail Hüseynov söz verib ki, yenidən bərpa olunacaq. Niyə o yerini daraldıblar, o muzeyin? Bilirsiniz, bir şey var da, Cənubi Azərbaycan var, İraq türkmenlər var. Cənubi Azərbaycanı bu qədər həssaslıqla yanaşırlar İranda. Qoymurlar böyük bir şey yaransın. Folklor üstündə yaratmışdılar, gəlib hər şeyi farsça yazmışdılar ora. Ləğv elədilər. Özləri gəlib eləmişdir. Ona görə həssaslığa görə yəqin burada da biraz elədilər. Ancaq Rafail Hüseynov, Akademi Rafail Hüseynov söz verib eləyəcək. Bu da olacaq.